Dünya xalqları dil əlamətlərinə görə təsnifat aparılır. Bunlar dil ailəsi, dil qrupu və dil qolları üzrə aparılır. Dünyada biz 20-dən çox dil ailəsi var ki, bunlardan ən böyüyü Hind-Avropa dil ailəsidir. Hind-Avropa dil ailəsi də özü bir neçə qrupa bölünür. Dil qruplarına bölünür. German, Roma, Slavyan, İran, Baltik, Hindari, Kelt, Yunan və Erməni dil qrupları. Hind-Avropa dil ailəsinin German dil qrupuna aid olan xalqlar Norveçlilər, İsveçlilər, Danimarkalılar, Hollandlılar, Belçikalılar, Almanlar, İsveçrəlilər, Avstriyalılar, Böyük Britaniya, yəni ingilislər, Şotlandlar, İslandlar, daha sonra Avstraliyalılar və Yeni Zelandiyalılar German dil qrupuna aiddir. Hind-Avropa dil ailəsinin Roman dil qrupuna əsasən Cənubi Avropa ölkələri aiddir. Portuqallar, İspanlar, Fransızlar, İtalyanlar, Rumunlar və Moldovanlar. Şərqi Avropadan Rumun və Moldovan Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aiddir. Bundan başqa Latin Amerikasından Braziliyalılar və Meksikalılar da Roman dil ailəsinə, Roman dil qrupuna aiddir Hind-Avropa dil ailəsində. Hind-Avropa dil ailəsinin Slavyan dil qrupuna aiddir. Ruslar, Belaruslar, Ukraynalılar, Polyaklar, Çexlər, Slovaklar, Slovenlər, Xorvatlar, Bosniyalılar, Montenegrolar, Makedonlar, Bolqarlar və Serblər Slavyan dil qrupuna aiddir. Hind-Avropa dil ailəsinin Kelt dil qrupuna İrlandlar, Baltik dil qrupuna Latışlar və Litvalılar, Alban dil qrupuna Albanlar, Yunan dil qrupuna Yunanlar və Erməni dil qrupuna Ermənilər aiddir. Daha sonra Hind-Avropa dil ailəsinin İran dili qrupuna İranlılar, Əfqanlar, Taciklər, daha sonra İranlarda Farslar, Kürdlər, Bəluclar, Osetinlər, bunlar da İran dil qrupuna aiddir. Hind-Avropa dil ailəsində Hind-Ari dil qrupuna Hindlilər, Nepallılar, Pakistanlılar, Bangladeşlər daxildir. Bundan başqa Afro-Asiya dil ailəsi və yaxud Afro-Asiya dil ailəsində Sami-Hami dil qrupuna aiddir. Əsasən Şimali Afrika ölkələri və Cənub-Qərbi Asiya ölkələri. Ərəblərdir, Efiopiyada Amharlardır, bu dil qrupuna aiddir. Daha sonra Şimali Afrikada Bərbərlərdir, Tuareqlər, Kabillər, Somalidə Kuşitlər bu dil qrupuna, dil ailəsinə aiddir. Daha sonra Çin-Tibet dil ailəsi Hind-Avropa dil ailəsindən sonra ikinci ən böyük əhasinə görə seçilən dil ailəsidir. Çinlilər, Myanmalılar, Vyetnamlar, Kambocalılar və Butanlılar Çin-Tibet dil ailəsinə daxildir. Ural dil ailəsinin Fin-Uqor dil qrupuna Şimali Avropadan Finlər, Baltikyanı ölkələrdən Estonlar və Şərqi Avropadan Macarlar daxildir. Altay dil ailəsi özü 3 dil qrupuna bölünür. Türk dil qrupu, Monqol dil qrupu və Tungus-Mancur dil qrupuna. Tungus-Mancurlara evenklər, Monqol dil qrupuna Monqolistanda Monqollar, Türk dil qrupuna isə özləri də bir neçə qolu, 4 qola ayrılır. Deməli, onun Oğuz dil qrupuna aid olanı isə bizik, Azərbaycanlılar. Deməli, Türk dil qrupuna hansı xalqlar daxildir? Azərbaycanlılar, Türkiyə türkləri, Ahıska türkləri, Türkmənlər, Türkmanlar, Özbəklər, Qazaxlar, Qırğızlar, Salarlar, Uyğurlar Altay dil ailəsinin Monqol dil qrupuna aiddir. Qafqaz dil ailəsinə Şimali Qafqazdan Çeçenlər, Ləzgilər, Avarlar, Udinlər, Saxurlar, İngiloylar daxildir. Kartvel dil ailəsinə isə Gürcülər aiddir. Həmçinin Altay dil ailəsinə Yaponlar aid idi, bayaqları demədik. Avstraliyada yaşayan xalqlar, Avstraliyanın mərkəzi hissəsində yerli xalqlara aborgenlər və digər hissəsi isə ingilis dilində yaşayan ingilis xalqları olan Hind-Avropa dil ailəsinin German dil qrupuna daxildir. Yəni çox hissəsi Hind-Avropa dil ailəsinə aiddir. Amerikada yaşayan xalqlar əsasən Hind-Avropa dil ailəsinin Roman dil qrupuna, deməli ABŞ-lılar, Kanadalılar German dil qrupudur. Meksikalılar, Braziliyalılar və digər Latin Amerikası ölkələri isə Roman dil qrupuna aiddir. Burada Braziliyalılar Portuqal dillidir, digər xalqlar isə əsasən İspan dillidir. Və burada Fransız Gviyanası var ki, Fransadan asılı vəziyyətdədir. O da fransız dilli xalqdır. Yəni Roman dil qrupuna aiddir. Afrikada yaşayan xalqlar Şimali Afrikada əsasən Şərqi Afrikanın bir hissəsində yaşayanlar Sami-Hami, Afro-Asiya dil ailəsinin Sami-Hami dil qrupuna aiddir. Mərkəzi Afrikadır, Şərqi Afrikadır, Qərbi Afrikanın çox hissəsi, yəni Afrikanın daha çox hissəsi Niger Kordofan dil ailəsinə aiddir.
Afrikanın cənub hissəsində Namibiya, Botsvananın ərazisində yerləşən deməli Khoisan Bantu dil ailəsində isə Qottentotlar və Buşmenlər daxildir. Cənubi Afrika Respublikası Car isə Hind-Avropa dil ailəsindən aiddir. Çünki Car Avropadan gələn əhali hesabına formalaşmışdır.